Vaxtınız xeyir olsun değerli izləyicilərimiz, yeni bir möhtəşəm təmirli mənzilin təqdimatına gəlmişik. Xırdalanda ən böyük komplekslərindən birində Afaq yaşayış kompleksində 2 otaqdan 3 otağa düzəlmə bir mənzildə təqdimata başladıq. Mənzilimizin mətbəx hissəsindən. Mənzilimiz yel çəkəndə ümumi sahəsi 80 kvadrat metrdir. Geniş ölçüdə mətbəximiz, gözəl mətbəx mebelindən təchiz olunub. Bütün kameraları mövcuddur. 2 ədəd sürətli lifti, mətbəximizdən eyvana çıxışımız var. Kombisinə kimi quraşdırılıb hazır vəziyyətdədir. Mənzilin həm baxışı, binanın ön hissəsinə, həm arxa hissəsinə baxışı var. Qaz su işi fasiləsizdir. Pərdələri, çılçıraqları quraşdırılıb hazır vəziyyətdədir. Ən əsası isə yel çəkən bir mənzildir. Mənzilimizin giriş hissəsidir. Giriş qapı, seyf qapı ilə əvəz olunub. Girişdə üzbəyiz yerləşir. Mənzilimizin sanitar qovşaqları, sanuzelimiz, aksesuarları quraşdırılıb hazır vəziyyətdədir. Hamam otağımız, burada yerləşir. Valideynlər üçün nəzərdə tutulmuş yataq otağımız, ümumi sahəsi 80 kvadrat metrdir. İstilik sistemi kombidir. Təmirdən sonra mənzildə yaşayış olmayıb ən əsası. Burada yerləşir mənzilimizin geniş ölçüdə qonaq otağı, TV stendi, pərdəsi, çılçırağı quraşdırılıb hazır vəziyyətdədir. Geniş ölçüdə qonaq otağımız, mənzilimizin 2 ədədi eyvanı var. 17 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Orta mənzildə küncə düşmür. Burada yerləşir. Uşaqlar üçün nəzərdə tutulmuş yataq otağımız. Qeyd elədiyim kimi 2 ədəd eyvanı var bu mənzilin. İkinci eyvanımız. Binanın qarşısı bina kəsmir. Gün görməsi, havalanması ideal vəziyyətdədir. Bir daha qeyd edilir, mənzilin ümumi sahəsi 80 kvadrat metrdir. Bütün kameralar mövcuddur. Sənəd şirkət müqaviləsidir. 2000 manat alqı-satqı xərci ev sahibi tərəfindən qarşılanacaq. Kimə maraqlısa bu mənzil bizimlə əlaqə saxlamağı unutmasın. Bugünü bu qədər. Sağ olun.